Salam, hər vaxtınız xeyir olsun. Mən Salahova Firuzə. Bugün sizə idi, imiş, isə köməkçi sözlərindən danışmaq istəyirəm. İdi, imiş hissəcikləri bildiyimiz kimi həm ayrı yazılır, həm də sözə bitişik yazılır. Sözə bitişik yazılarkən həmən bu şəkilçilər şuhudi, nəqli zaman şəkilçilərindən həm də şərt şəkli ilə bənzərliyi olur. Biz bunu qarışdırmamaq üçün yadımızda saxlamalıyıq ki, idi, imiş isə əgər köməkçi sözlərdirsə, hissəciklərdirsə, deməli ondan qabaq qrammatik şəkilçilər gəlməlidir. Və qrammatik şəkilçilər gəlirsə, bunlar idi, imiş isə hissəcikləridir. Yox, əgər feilin birbaşa kökünə artırılırsa və yaxud da leksik şəkilçidən sonra gəlirsə, burada isə deməli həm nəqli keçmiş, şuhudi keçmiş və yaxud da sahə şərt şəkil kimi götürə bilərik. İndi birinci testdən baxaq görək. Birinci testdə yazılıb ki, sözlərin birində iki köməkçi söz, hissəcik işlənmişdir. Birinci biz baxaq görək, A variantında hansı şəkilçilər var? Gələcəklərsə sözündə sözün kökü gəldi, acaq əcək şəkilçisi gələcək zamanın şəkilçisidir, yəni həm də xəbər şəklidir. Lar, lər şəxs sonluğudur. Sa isə özündən qabaq gələn şəkilçilər qrammatik olduğu üçün biz bunu isə hissəciyi kimi götürürük. B variantında o oxuyacaqsa, burada sözün kökü oxu, acaq şəkilçisi yenə də gələcək zaman şəkilçisidir, yəni xəbər şəklidir. Sa isə hissəciyi olacaq. Çünki bir sözdə iki şəkil, yəni feilin iki şəkli yəni bir sözə artırıla bilməz. Acaq əgər xəbər şəklidirsə, sa isə burada isə hissəciyi olmalıdır. C variantında gəldisə sözündə sözün kökü gəl, di şuhudi zaman şəklidir, sa isə hissəciyidir. Y variantında gətirərsə sözündə gətir sözün köküdür, ar, qeyri-qəti gələcək zamandır və bildiyimiz kimi zamanlı şəkilçilər qrammatik olduğu üçün sa isə hissəciyi olacaq. D variantında isə sözün kökü bildi, bildən bilir, yaranır, yəni indiki zaman şəkilçisi və əgər indiki zaman şəkilçisi varsa, deməli özündən sonra gələn mış şəkilçisi heç vaxt nəqli şəkil ola bilməz. Ondan sonra gələn imiş şəkilçisidir və sa isə hissəciyi olacaq. Burada isə hissəciyi mış şəkilçisindən, yəni imiş hissəciyindən sonra gələ bilər. Ona görə bu testin cavabı D variantıdır. Çox sağ olun, təşəkkürlər.